Şəhərsalma və memarlıq ili çərçivəsində Qoçaqlı kəndində abadlıq işləri davam etdirilir. Şəhərsalma və memarlıq ili çərçivəsində Xaçmaz rayonunun Qoçaqlı kəndində abadlaşdırma və yaşıllaşdırma işləri ardıcıl şəkildə davam etdirilir. Kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə həyata keçirilən bu işlər ərazinin sosial və ekoloji mühitinin yaxşılaşdırılmasına xidmət edir. Qeyd edək ki, 2024-cü ildə Qoçaqlı kənd stadionunda mühüm abadlıq tədbirləri həyata keçirilib. Belə ki, stadion ərazisinə gecə işıqlandırma sistemi çəkilib, 400-dən yuxarı həmişəyaşıl ağac əkilib, həm stadionun, həm də yaşıllıqların suvarma sistemi qurulub. Eyni zamanda azarkeşlər üçün əlavə yaşıllıq zolaqları salınıb, voleybol meydançası yaradılıb, müxtəlif idman qurğuları quraşdırılıb və ərazi çəpərlənib. Görülən işlərin davamı olaraq 2026-cı ildə abadlıq tədbirləri genişləndirilib. Bu məqsədlə stadion ərazisinə əlavə olaraq 200 həmişəyaşıl ağac gətirilərək əkilib. Yeni yaşıllıqlar həm ərazinin estetik görünüşünü yaxşılaşdırır, həm də ekoloji tarazlığın qorunmasına töhfə verir. Qoçaqlı kəndində həyata keçirilən bu abadlıq işləri sakinlərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi və kəndin ümumi simasının müasirləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin abadlıq işlərinə dair görüntüləri təqdim edirik.